Hər kəsə salam. Sizi yeni bir gündən və yeni bir vlogdan sizə salamlayıram. Bugün artıq martın 2-sidir. Uzun bir zamanda vlog çəkmirdim. Artıq günorta səhv eləmirəmsə saat 3 olacaq və ləziz çərəzin qarşısında elə ora çatmamış güllər satırdılar. Cürbəcür bu güldən aldım və burada açmamış burada gönçələr də var. Bilmirəm, yəni bu imini qadın dedi ki, ev gülü deyil, yəni balkonda çöldə qalmalıdır. Bilmirəm, əgər biləniniz varsa bunu evdə mi saxlayayım, yoxsa çöldə mi? Çünki əslində ev üçün istəyirdim, evdə stolun üstünə qoymağa istəyirdim. O da ki, qalmışam belə fikirləşə. Belki açım bir anın klokunu. Bu arada artıq kromkasından açdım və belə görsənir, belə göstərim. Suladım və altına da boşqab hələlik qoydum. Sadəcə bilmirəm bu gül uzun ömrü olacaq, olmayacaq. Ona görə hələlik boşqabla keçinək. Bir də ki, əgər bilənləriniz varsa, bunu balkona mı qoyum, yoxsa evdə mi saxlayım? Bunu da kommentar hissələrdə yazsanız, yəni çox sevinərdim. Burada da bir dənə gönçəsi də qırıldı, əlimdə qaldı. Bəziləri də başlarım belə sallar aşağı. Yəqin ki, susuz olduğu üçün belə olur. Bugün də Ramazan ayının ikinci günüdür və Ramazanın gəlişi münasibətilə hər birinizi təbrik edirəm. Əslində dünənləri video çəkəcəkdim. İftara nə hazırlamışdım, onu çəkəcəkdim. Sadəcə olaraq dünənləri o qədər tələsik yemək hazırladım ki, iftara hardasa 1 saat yarım falan qala. Çünki dünənləri həm kursa getmişdi, kursdan gəldi, evə çox gec oldu, həm də alış-veriş evə də gəldi. Ona görə vaxt çox az oldu və bugün istəyirəm ki, Ramazanın ikinci günüdür və istəyirəm ki, iftara nə hazırlayacağım, onu da sizlərlə bölüşüm. Yəni bir qismini bölüşüm. Və belə iftara kimi nə işlər görəcəm. Bu arada arxadan gələn səsə görə sizdən üzr istəyirəm, çünki paltar yuyan maşını qoşmuşam, səhərdən evdə yox idim. Oğlumun bugün olimpiyadası var idi, riyaziyyat və məntiq üzrə. Oradan saat 1-də ancaq gəlib çıxdıq. Elə orada da çıxandan sonra Nərmanov metrosunda olan yerləşən ləziz çərəzin qabağından da elə bu gülü də aldıq. Bir-iki dənə də bazarlıq elədik, gəldik evə. Belə, mən başlayayım işimə. Qəşəngdə günəş də çıxır, super hava var. Günəşi ümumiyyətcə sevirəm, günəş enerji verir. Deməli, burada artıq unu eləmişəm, 400 qram burada un var. Deməli, axşama piroq eləmək istəyirəm. İçərisində həm çəkilmiş ət və kartuşkalı belə piroq olacaq. Şirin deyil, sadəcə olaraq börək fason bir şey olacaq. Deməli, burada əlavə edirəm, 1 kotlet qabartma tozunu əlavə edirəm və bununla bərabər də qarışdıracağım. Və bura elə xalajnikdən çıxardılmış yağı əlavə edirəm. Yağ isə burada 150 qram yağdır. Sadəcə olaraq bundan tez omaç düzəldəcəm. Bayaqdan başıma gözləyirəm ki, nə vaxt dayanacaq. Baxın, beləli omac belə alınmalıdır və beləli forma alır və belə dağılırsa artıq omacımız hazırdır. Bura bir də 1 ədəd yumurtanı əlavə edəcəm. Və bir də 200 qram qatıq əlavə edirəm. Kefir, qatıq və yaxud da simsan, ürəyiniz nə istərsə əlavə edə bilərsiniz.
əlimi də yudum və bunu şu xəmir formasında gətirəcəm. Qabartma tozunda artıq ununu vurmuşdum. Yəni unla bərabər tuzu və qabartma tozunu əlavə eləmişdim. Bir paket qabartma tozu və biraz da duz əlavə elədim. Və bunu xəmir forması gələnə kimi yoğuracam. Sonra yarım saat qoyacam, bu qalacaq. Sonra isə içliyi hazırlayacam. Deməli, mən 400 qram un demişdim və harca bir xörək qaşığı da un əlavə elədim. Çünki undan və bir də qatıqdan asılı olaraq biraz da çünki ələk topalanmırdı. Ona görə əlavə elədim. İndi baxır, sizin əgər ununuz və qatıqdan asılı olaraq, yəni heç bəlkə də sizə yəni ehtiyac olmaya bilər. Amma reseptdə 400 qramdır. Bunun da ki, çəmiz belə salxanın içərisinə qoyacağım xalzonka. Harca bir yarım saat özünə gəlsin. Və yarım saatdan sonra mən bunu başlayacağım. Həmin müddət ərzində isə içliyini hazırlayacağım. Şəftanımız belə hazırdır. Deməli, burada artıq çəkilmiş ət aşağısındadır. Çəkilmiş ətdən istifadə edirəm. Bura 2 ədəd soğan doğradım və bir də mən 2 dənə kartuşka olsa olar. Amma mən biraz kartuşkasını bol elədim. Bizdə uşaqlar ətdən çox məsələn kartuşkanı sevirlər. Və burada əlavə edəcəm duz, istiyot və bir də 50 ml su. Və bunu yaxşı qarışdıracağım və artıq içlik hazırdır. Xəmiri artıq götürdüm və bu xəmiri mən 2 hissəyə böləcəm. Biri altta, birisi üstdə olacaq. Alt başına hazır bakın belə oldu və bütün şeyi öncəsinə dəkəcəm. Bence şey çok olmadı yani. Hamısını alacağım. Artıq bunu yaydıqdan sonra beləli çərtəcəm, belə.
üzerə qoyacağım. Piroqumuz belə görsənir, bir list oldu və kənarlarını da belə bərkidirəm. Üzərinə isə bir dənə yumurtanı çaldım və bunu yayacağım, yaxacağım üzərinə və 180 dərəcədə 40-45 dəqiqə bişməlidir. Artıq piroqum da hazır olur, qızarır. Artıq makaronun sosunu da hazırlamışam. Koyun bu vanxodda yaxşı-yaxşı pişsin. Bir dənə qalır makaron süzmək. İndi tezbazar xəmir düzəldəcəm. Xəmir də tipa tort kimi tez başa gələn bir şeydir. Çox tez, yəni almasa da tez onun xəmirini hazırlayayım. Artıq 45 dəqiqə oldu və bişdi, hazırdır. Baxın belədir. Kəsəndə də sizə için göstərəcəm ki, necə formada olur. Deməli, indi isə tezcə piroq eləmək istəyirəm, amma bu şirindir. İçərisinə ceyn və yaxud da varenья vura bilərsiniz. İndi bunu tezcə xəmirini hazırlayıram. Deməli, 180 qram burada yağdır. Yağı şəkər tozundan çalacağım və 120 qram da şəkər tozu əlavə edirəm və elə burada bir çimdik də duz əlavə edirəm. Bunu da tam bir-birinə qarışana kimi ağarana qədər çalacağım. Vanilini də əlavə edəcəm. Vanilini, saxır əlavə edəcəm. Bir dəqiqə onu da tapım. Buraya vanilini, saxırı əlavə edəcəm və bunu da qarışdıracağım. Yağ da otaq temperaturunda olmalıdır. Deməli, artıq bunu tezcə çaldım. Vaxtıma az qalıb, birazdan orucun vaxtına az qalıb, 40 dəqiqə falan qalıb, tezcə bunu hazırlamalıyam. Və buraya 2 ədəd yumurtanı hazır edəcəm. Və bunu kəsəni çalacağım. Baxın, belə bir krem kimi formada bir şey alınacaq və bura əlavə edirəm. Onu da tökmüşəm bura. Yağ da sıçrayıb kənara. Deməli, bura unu əlavə edirəm. 350 qram un. Və unla bərabər də qabartma tozunu əlavə edəcəm. Mən bir paket qabartma tozu əlavə edəcəm. O da yazıb 1 çay qaşığı reseptdə, amma bundan bir yerdə əlavə edirəm. Bunu yavaş-yavaş qarışdırın bir yerə qədər. Ondan sonra isə əlimlə yoğuracam xəmir kimi. Deməli, artıq xəmiri yoğurdum. Baxın, xəmir uşaq hazırdır. Tam uşaq hazırdır xəmir. Və bunu indi 3 hissəyə böləcəm. Vaxtıma az qalıb deyə.
Bunu 3 hissəyə böləcəm. Şapanın ortadakı laf çox oldu. Belə götürək. Və belə. Bunu buranın kağızın üzərində yayacağım. Deməli, belə bir kalçon götürürəm və basıram üzərindən ki, bunu elə biləli qoyacağım duxovkanın içərisinə. Bunu 200 dərəcədə bir 10 dəqiqəyə kimi pişib hazır olmalıdır. İndi ikincisini də belə yayım. İkincisini burada yayacağım. Sonra koyarım şeyin üstüne. Bu xəmir bilirsinizmi? Peso üçün xəmir kimidir. Yəni heç bir fərqi yoxdur. Buna elə gəlir. Bu da ikinci. O pişirin sonra bunu qoyacağım. Sonra bunu da axırıncı sonucunda yayacağım. Hələlik belə. Baxın, beşi bu hissələri belə zalatis rəng, belə roz rəng olur. Yəni bunlar beləli olmalı. Bu hissəsi olacaqsa uşaqda hazırdır. Stola qoyum. Bu da ikincisini də qoyum. Artıq 2 dənə korjkum pişib. Elə bu patnosda yığacağım. Birincisi də birincisini qoyacağım. Bunun elə üzərinə ya cem istəsəniz cem, mən isə şonla edirəm, qatılaşdırmış karamelisindən. Baxın, belələ alınır. Bu da bizim ətli pirogumuz. Biz artıq oturduq süfrəyə. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Cümləmizdən, eləcə də bizim bütün etdiyiniz duaları və qıldığınız namazı Allah qəbul eləsin. Və artıq biz başlamışıq orucumuzu açmağa. Bismillah deyək. Və bundan sonra yəqin ki, o pişirdiyim piroqunda sizə kəsib onu da göstərəcəm.
Deməli biz artıq yeməyimizi yedik, çayımızı içdik, çox şükür. Allah bütün evlərə, yəni ruzi bərəkət qismət eləsin və hər kəsin ruzi bərəkətini özünə göndərsin. Mən dadına baxdım, dadı çox qəşəng yumşaqdır. Bu hətta sabah qalsa daha yaxşı olar. Biz kənarlarını birinci götürdük, yedik. Kənarlar biraz qurudur, amma içərisi dişləyəndə yumuşaqdır. Və bugünlük vloqumu da burada bitirirəm. Allah tutduğunuz oruçları qəbul eləsin. İnşallah yeni bir gündə və yeni bir vloqda görüşmək üzərə. Hələlik.